إنما يريد الله ليذهب عنكم الرجس أهل البيت ويطهركم تطهيرا قل لا أسألكم عليه أجرا إلا المودة في القربى ويطعمون الطعام على حبه مسكينا ويتيما وأسيرا أعوذ بالله من الشيطان الرجيم بسم الله الرحمن الرحيم ولا تقتلوا النفس التي حرم الله إلا بالحق ومن قتل مظلوما فقد جعلنا لوليه سلطانا فلا يسرف في القتل إنه كان منصورا Sadaqallahul aliyyul azim. Allahın salavat, selamı olsun Peyğəmbərimiz və onun pak əhl-i beytinə. Xoş gördük, salamlayıram əziz izləyicilərimizi. Bu yeni verilişdə Allahdan bizlərə bu verilişi gözəl şəkildə təqdim etməyimiz üçün bizlərə tövfiq verməsini arzu edirəm. Verilişimiz Natiq-i Quran verilişidir. Verilişimiz Həzrəti İmam Hüseyn əleyhissalamın haqqında olan bir verilişdir ki, bu verilişdə biz İmam Hüseyn əleyhissalamın Mədinədən Kərbəlaya qədər oxuduğu müxtəlif yerlərdə ayələri sizlərə təqdim eləmək, qari Quran, Quran qariləri vasitəsilə sizlərə çatdırmaq ki, biz istəyirik, əziz izləyicilərimiz bilsinlər ki, İmam Hüseyn əleyhissalamın yolu haqq yol və Quran məntiqi ilə uyğun bir yoldur. Sizlər üçün tilavət etdiyim ayə İsra surəsinin 33-cü ayəsidir ki, buyurur, Allah buyurur ki, insanları bir yaranmışı, məqsədi insandır, öldürməyin. Məgər haqq üçün insan birini öldürə bilər ki, bu ölməyə haqdır, layiqdir. Biz istəyirik deyək ki, yəni İmam Hüseyn əleyhissalamı nahaq yerə öldürdülər. İmam Hüseyn əleyhissalamın yolu Quran yolu, İmam Hüseyn əleyhissalamın yolu Peyğəmbərin yoludur. Və mən bu məsələni də siz izləyicilərin, əziz izləyicilərimizin diqqətinə çatdırmaq istəyirəm. O da bundan ibarətdir ki, Həzrəti İmam Hüseyn əleyhissalam çıxıb evindən, Mədinədən çıxıb Məkkəyə gedəndə, evindən çıxanda bir neçə Quran ayələri tilavət etdi. Yolda bəzi insanlarla görüşəndə bəzi ayələr tilavət etdi. Məkkədə bəzi ayələr tilavət etdi ki, o ayələr İmam Hüseyn əleyhissalamın məqsədinin haqq olduğunu sübut eləyir. İmam Hüseyn əleyhissalam Məkkədə olanda qardaşı Məhəmməd Hənəfiyyə bir məktub yazdı ki, İmam Hüseyn əleyhissalam ona dedi, İnni ləm əxruc əşirən və la bətirən və la mufsidən və la zalimən. İmam Hüseyn əleyhissalam deyir, mən şər işlər üçün, zülm törətmək üçün mən bu yola çıxmamışam. Mən çıxmışam, cəddim Peyğəmbərin ümmətində islahatlar aparam. Və biz İmam Hüseyn əleyhissalamın oxuduğu ayələri bu İmam Hüseyn əleyhissalamın yolunun haqq olmasının belə haqqaniyyəti üçün, sübutu üçün əziz qonaqlarımızın vasitəsilə sizlərə çatdıracağı. Dəyərli izləyicilərimiz, bugün bizim iki qonağımız var. Mən onları istəyirəm sizlərə təqdim eləyəm. Bizim dəyərli Quran müəllimi, beynəlxalq qari, ustad Hacı İlkin Həsənzadə, bizim hamımızın tanış olduğumuz bir simadır ki, bu günləri bizim burada qonağımızdır. Həm Quran tilavəti ilə, həm o Quranın ayələrinin, tilavət etdiyi ayələrin məna və məfhumu ilə sizlərə bu bizim verilişimizdə dəyər qatacaq inşallah. Salamlayıram onu və istəyərdim əziz izləyicilərimizlə salamlaşsın. Bismillahirrahmanirrahim. Təşəkkür edirəm Seyid. Allah səndən razı olsun. Və mən də dəyərli izləyicilərimizi salamlayıram. Allah bu əzalı günlərdə bütün İmam Hüseyin yolunda olunan ehsanları əziz izləyicilərimizdən qəbul eləsin və bu verilişlər özü də İmam Hüseyin yolunda olan
həsənələrdir. Allah bizi axirətdə İmam Hüseyn və onun sahabələrindən ayrı salmasın inşallah. Çox sağ olun hacı, Allah razı olsun. Mən növbəti qonağımızı istəyirəm sizə təqdim eləyən bizim tanınmış qarilərimizdən, Quran qarilərindən və Quran sahəsində xidməti olan, dərs deyən bizim qonağımız Afiq Məmməd Tağıyev həm Quran tilavəti ilə sizlərin xidmətinizdə olacaq və həm Əhl-i Beytin mədhi ilə huzurunuza təqdim eləyəcək. Mən onu da salamlayıram, xoş gəldin deyirəm. İstəyirəm inşallah siz əzizlərlə salamlaşsın. Buyurun. Aleyküm salam Seyidcan, hər vaxtınız xeyir olsun. Ustad qarimiz Hacı İlkini də və digər bizi izləyən bütün izləyiciləri də salamlayıram. Allaha həmd olsun ki, belə bir işlər nəsib eləyir və bizi də sağ olsunlar, dəvət eləyirlər. Biz də İmam Hüseyn yolunda nəyisə oxuya biliriksə, Allaha min şükürlər olsun. Və siz əziz izləyicilərə də təşəkkür edirik ki, belə verilişlərə baxaraq dəstək olursunuz. Allah hər zaman bizləri Quran və Əhl-i Beytlə bir yerdə qərar versin inşallah. Amin inşallah. Çox sağ olun, var olun, minnətdaram. Burada istəyirəm mən bir mərsiyə var, onun 2 bənd sözün deyən verilişimizə aid olduğu üçün xanım Zeynəb Səlamullah Əleyhanın dilindən də buyurur: Qur'an oxu sən, natiq-i Qur'ansan Hüseynim. Bilsin hamı Qur'anı və qurbansan Hüseynim. Həzrəti İmam Hüseyn əleyhissalam canın Qur'ana qurban etmək üçün bu yola çıxdı və mən ilk olaraq bizim dəyərli ustadımız, əziz Hacı İlkin müəllimə istəyərdim tilavət üçün söz verə inşallah gözəl, məlahətli səsi ilə məclisimizə daha da nurani etsin. Buyurun Hacı, tilavət edəcəyiniz yerdə inşallah təqdim eləyərsiniz. Bəli, Seyidcan, Qasas surəsi 18-21-ci ayələri tilavət edəcəm və bu ayələr bildiyiniz kimi Həzrəti Musa əleyhissalam haqqında olan bir ayələrdir və İmam Hüseyn əleyhissalamın Mədinədən çıxıb ta Kərbalaya qədər olan səfərin xatırladan ayələrdir. Və bilirsiniz ki, Musa əleyhissalama da bir nəfər kişi gəlir, deyir ki, sən getməlisən, səni öldürmək istəyirlər. Biz baxırıq ki, Mədinədə İmam Hüseyn əleyhissalama da gəlirlər, öldürmək istəyirlər. Ya beyyəti qəbul etməlisən, beyyət etməlisən və yaxud da biz səni öldürməliyik. Musa nə etdi? Musa şəhərdən çıxdı və hicrət elədi başqa bir yerə. İmam Hüseyn də həmin o işi gördü və bəzi təfsirlər bunu deyir ki, İmam Hüseyn əleyhissalam bu ayələri oxuyarmış və özü də dediniz onu, yəni Mədinədən ta Kərbalaya qədər bu ayələrlə İmam Hüseyn əleyhissalam tarixi xatırladırdı. Qur'anı diri saxlamaq idisə, Qur'an da bu ayələrlə özünü diri saxlayırsa, İmam Hüseynin də hədəfi bu ayələri oxuyub ümmətə ayıltmaq idi. İnşallah Allah tövfiq versin, bunu layiqincə bu yerləri inşallah tilavət edə bilim. İnşallah. Allah qəbul eləsin. Amin inşallah. Əuzu billahi minəşşeytanirracim. Bismillahirrahmanirrahim. فأصبح في المدينة خائفا يترقب فإذا الذي استنصره بالأمس يستصرخه قال له موسى إنك لغوي مبين فلما أن أراد أن يبطش بالذي هو عدو لهما قال يا موسى أتريد أن تقتلني كما
قتلت نفسا بالأمس إن تريد إلا أن تكون جبارا في الأرض وما تريد أن تكون من المصلحين فلما أن أراد أن يبطش بالذي هو عدو لهما قال يا موسى أتريد أن تقتلني كما قتلت نفسا بالأمس إن تريد إلا أن تكون جبارا في الأرض وما تريد أن تكون من المصلحين وجاء رجل من أقصى المدينة يسعى قال يا موسى وجاء رجل من أقصى المدينة يسعى قال يا موسى إن الملأ يأتمرون بك ليقتلوك فاخرج إني لك من الناصحين فخرج منها خائفا يترقب قال رب نجني من القوم الظالمين صدق الله العلي العظيم. Çox sağ olun ustad. Allah Teşekkür ederiz. nəfəsinizə, ömrünüzə bərəkət versin. Allah razı olsun. Allah sizi hifz eləsin. Daima Quran, əhl-i beyt xidmətində Sağ olasınız olsun. inşallah. Allah sizi var eləsin. Doğrudan adam Quranın o öz möcüzəvi belə deyək, o sözləri bir tərəfdən, sizin də məlahətli söz Allah bir razı tərəfdən bir yerdə mən bir şey yadıma düşdü. Allah o tilavətimizin bir yeri Eninə Əbdüllalın o bəli, o ağladan tilavətlərinə bənzəyirdi. Allah ömrünüzə bərəkət versin. Nə yaxşı ki, Azərbaycanımızın doğrudan sizin kimi simaları var və insanlara Quranı bu formada, bu
Elhamdülillah. şəkildə təqdim edirsiniz. Elhamdülillah. Hacı, burada Həzrəti Musa Peyğəmbərin və əhvalatını danışır ki, Həzrəti Musa Peyğəmbər Fironun zülmündən qaçır. Və tilavət etməmişdən öncə də dediniz ki, İmam Hüseyn əleyhissalam da bu ayələri tilavət etmişdi, qaçmamışdı. İmam Hüseyn də Yezidin zülmündən qaçırdı ki, həmin dövrün Fironu da Yezid idi. Burada bir məsələ mən istəyərdim, həm siz deyəsiniz və həm mən də demiş olam. O da budur ki, deyir ki, فَخَرَجَ مِنْهَا خَائِفًا يَتَرَقَّبْ Musa qorxan halda qaçdı. Amma İmam Hüseyn əleyhissalamın yəni qorxan halda məsələsi nə olar sizin zehninizdə ki, nə üçün, nəydən qorxurdu İmam Hüseyn əleyhissalam? Çıxdı, getdi Məkkəyə. Nə üçün Məkkədə qorxdu, getdi Kərbala? O qorxu nə qorxusu olardı? Bilirsən Seyidcan, peyğəmbərlər, imamlar, ən şücaətli insanlar olublar. O biz düşündüyümüz qorxudan deyil bunların qorxusu. Yəni əgər peyğəmbər qorxaq olsaydı tək başına bir dənə Ərəbistan yarımadasını hələ desək dəyişməzdi. Bəli. Yəni bilirsiniz ki, Allaha tək iman edən birinci əziz peyğəmbərimizdir ki, peyğəmbərliyin elan etdi. Yanında heç kim yox idi. Bəli. İlk dəfə Həzrəti Əli və xanım Xədicə. Yəni insanın ağlı kəsmir. Yəni kimə desən deyər ki, yəni qəbullanmaz da, deyər ki, qardaş 2 nəfər və yaxud da 1 nəfər bir dənə Ərəbistan yarımadasına ki, əli silahlı imkanları. Deməli, qorxu o qorxu deyil. İstər Həzrəti Musa olsun, Həzrəti İsa olsun, bütün peyğəmbərlər Allahdan qida aldıqları üçün onlara qorxu, yəni bizim qorxudan deyil ki, can qorxusu olar. Onların qorxuları peyğəmbərlərin vəzifəsi var da, Allah vəzifə qoyub onların öhdəsinə. O vəzifəni icra edib tamamlamaq qorxusudur əslində. Can qorxusu deyil. Bəli, bəli. Qorxu halında ki, vəzifəsi tam icra olmamış bunu öldürməsinlər deyə, missiyası yarımçıq qalmasın, şəhərdən çıxdı. 20-ci ayə daha maraqlı. وَجَاءَ رَجُلٌ مِنْ أَقْصَى الْمَدِينَةِ يَسْعَى Bir nəfər tələsik gəldi Musaya, bir kişi tələsik gəldi və onun oradan çıxmasın ki, səni təqib edirlər və səni yervi biliblər artıq. Tarixdə baxırıq ki, İmam Hüseyn əleyhissalama da gəlib deyirlər ki, səni çağırırlar, səni təqib edirlər. Və İmam Hüseyn əleyhissalamın da Mədinədə əhvalatı elə bu ayəyə tam uyğundur. وَجَاءَ رَجُلٌ مِنْ أَقْصَى الْمَدِينَةِ İmam Hüseyn əleyhissalamın da yanına gəldilər. Dedilər ki, səni Mədinənin hakimi Mərvan ibn Həkəm çağırır. Və orada onların dialoqları və İmam Hüseyn əleyhissalamın orada dediyi sözlər ki, tarixdə bəllidir, Məhərrəmlikdə də hər ruhanilər danışdı bunu. Eynən bax bu ayələrə bərabərdir bu tarixi hadisələr. İmam Hüseyn əleyhissalam da orada qəbullanmır və bilir ki, onu artıq təqibdədir. Orada onu öldürəcəklər, Peyğəmbərin hərəminə hörmətsizliyi olacaq və nə edir oradan? Çıxır Məkkə istiqamətinə gəlir. Yəni, İmam Hüseyn əleyhissalamın ümumiyyətdə məhərrəmi, İmam Hüseyn əleyhissalamın qiyamı əvvəldən ta axıra qədər Peyğəmbərlərin eynən yolu kimi. İmam Hüseyn əleyhissalam bəlkə də bu indiyənə qədər pərdə arxasında qalıb, deyilməyib. İmam Hüseyn əleyhissalamın hər yerdə oxuduğu ayələr ki, hər hansısa bir Peyğəmbərin, belə deyək, atdığı addımla oxunduğu ayələrdir. İmam Hüseyn əleyhissalam bir mesajdır gələcək nəsillərə ki, əgər siz Həzrəti Musanı qəbul edirsiniz ki, onun yolu haqq olub və o haqq yolu uğrunda durub əyağa, mənim də bu əyağa durmağım, mənim də bu qiyamım, qiyam əslində bəziləri elə bilirlər ki, üsyan eləməkdir. Qiyam əslində yəni ayağa durub hər hansısa bir haqq iş uğrunda ayağa qalxmaq deməkdir. İmam Hüseyn əleyhissalam bu ayələri ki, xüsusi yerlərdə oxuyub, mənası odur ki, yəni Musanın yolu ilə mənim yolum eyni yoldur. Əhl-i-Beyt biz ki, bilirik, Qur'anın müfəssiridir. Bəli. Yəni, əsl müfəssir. O verilişlərin birində qarilərdən birinə sual elədilər ki, sən ki, qarisən, yəni, əsl qarisən kimə deyərsən? Çox maraqlı bir cavab verdi. Həqiqətən də o sözü eşidəndən sonra adam özünə qari deməyə bəlkə də utanır. Deyir ki, qari, əsl qari həmin o qaridir ki, onun başı nizədə Quran oxuyurdu.
əsl qari budur. Əhl-i Beyt əsl Quran təfsirçisi olduğuna görə insanlara bu ayələri oxumaqla təfsir eləyirdilər ki, qardaş, burada Allah Həzrəti Musadan danışırsa, bugünün Həzrəti Musası mənəm. Burada Həzrəti Musa deyir ki, qalə Rabbi nəccini minəl qavmi zalimin, ey mənim Rəbbim. Musa dedilər, o ki, çıxdı, tərk elədi diyarın. Orada deyir ki, qalə Rabbi nəccini minəl qavmi zalimin. İlahi, məni zalim qövmdən nicat ver. Qarşıda olan müsəlmandır. Musanı təqib edən Firondur. Musanı təqib edən onun tərəfdarları deyil və yaxud da ona iman gətirib sonradan kafir olanlar deyil. Ona iman etməyənlər Musanı təqib edir. Çox mesajlar. Bəli, çox mesajlar var bu ayələrdə. Yəni, İmam Hüseyin əleyhissalam qarşındakı Peyğəmbərin ümməti idi, babasının ümməti idi ki, hələ üstündən 50 il, 60 il keçməmişdi. Yaxşı. Burada İmam Hüseyin əleyhissalam o sözünə, Quranla çatdırırdı ki, siz ki, məni qəbul eləmirsiniz, heç olmuyor, Quranda olanı qəbul edin. Ki, qardaş, qarşı tərəfdəki zalimdir. Və siz zalimin yox, məzlumun yox, zalimin yanında olmalısınız, məzlumun yanında olmalısınız. Bəli, çox sağ olun Hacı, gözəl tilavətiniz üçün və gözəl şərh üçün minnətdarlığımı bildirirəm. Allah sizi Quran Əhl-i Beytlə məşhur eləsin. Mən inşallah növbəti qonağımız Afiqi istəyirdim gözəl bir tilavətlə inşallah məclisimizə daha nurani etsin inşallah. Yenə də əziz izləyicilərimizin xidmətindəyik. Buyur qardaşım, hardan tilavət edəcəksiniz? Səhifə 73, Ali İmran surəsi 176-dan başlayırıq inşallah. أعوذ بالله من الشيطان الرجيم بسم الله الرحمن الرحيم ولا يحزنك الذين يسارعون في الكفر إنهم لن يضروا الله شيئا يريد الله ألا يجعل لهم حظا في الآخرة ولهم عذاب عظيم إن الذي اشتروا الكفر بالإيمان لن يضروا الله شيئا ولهم عذاب أليم ولا يحسبن الذين كفروا أنما نملي لهم خير لأنفسهم إنما نملي لهم ليزدادوا إثما ولهم عذاب مهين ما كان الله ليذر المؤمنين على ما أنتم عليه حتى يميز الخبيث من الطيب
وما كان الله ليطلعكم على الغيب ولكن الله يجتبي من رسله من يشاء فآمنوا بالله ورسله وإن تؤمنوا وتتقوا فلكم أجر عظيم ولا يحسبن الذين يبخلون بما آتاهم الله من فضله هو خيرا لهم بل هو شر لهم سيطوقون ما بخلوا به يوم القيامة ولله ميراث السماوات والأرض والله بما تعملون خبير صدق الله العلي العظيم. Allahumma salli ala Muhammed və ali Muhammed. Çox sağ ol Afiqcan. Allah səs və ömür və bərəkət versin inşallah. Gözəl tilavəti üçün minnətdarlığımı bildirirəm sizə. Bəli, əziz izləyicilərimiz, bizim bugünkü tilavətlər ki oldu, Həzrəti Musa Peyğəmbər əleyhissalamın həyatına Həzrəti İmam Hüseyin əleyhissalamın bənzəməsi. Mən bir belə deyək, qəmli bir İmam Hüseyin əleyhissalamın Həzrəti Yahya Peyğəmbərə bənzəməsi var ki, neçə salam var ki, onu istərdim siz əzizlərin diqqətinə çatdıram. Deyir, salam o Yahyaya ki, onun başını kəsib bir teşdə qoydular. Amma salam olsun xanım Zəhranın Yahyasına ki, onun mübarək başını kəsəndən sonra niziyə vurdular. Salam olsun o Yahyaya ki, onun başını kəsdiyinə görə qatilin öldürdülər. Tez bir zamanda öldürdülər. Amma salam olsun xanım Zəhranın Yahyasına ki, onun qatilinə Hüseyninin başını kəsdiyinə görə ənam verdilər. Salam olsun o Yahyaya ki, onun başını kəsəndən sonra cəmaət, onun aşiqləri, onun başını bir-bir evlərə aparıb ağladılar. Amma salam olsun Zəhranın Yahyasına ki, onun mübarək başını Küfədə, Şamda daşıladılar. Salam olsun bu Yahyaya ki, onun mübarək başını kəsəndə yanında nə ailəsi, nə balaları var idi. Salam olsun Zəhranın Yahyasına ki, balalarının gözünün qarşısında mübarək başın susuz kəsdilər. Allah İmam Hüseyin matəmində hamımıza çoxlu səbr və savab, lütf inayət etsin. إنما يريد الله ليذهب عنكم الرجس أهل البيت ويطهركم تطهيرا قل لا أسألكم عليه أجرا إلا المودة في القربى
ويطعمون الطعام على حبه مسكينا ويتيما وأسيرا. Əziz izləyicilər, istərdim əziz Ustad Hacı İlkin Beynəlxalq Qari, istərdim ona bir sual verəm ki, Hacı, sizin həyatınızda, xatirənizdə olubmu İmam Hüseyin üçün bir rozə, mərsiyə, qəsidəmi oxumusunuzmu? Bəli, Seyidcan, bizim məktəbimiz Əhl-i Beyt məktəbi olduğuna görə və Əhl-i Beytdən qida aldığımız üçün olub. Bəli, 2005-2004-cü illər bu aralar mərsiyələr oxumuşam. Oxuya bilərsiniz Hacı bir iki kəlmə Əhl-i Beyt üçün inşallah. Allah əcr versin. Zeynəb xanıma xüsusi bir məhəbbətim var. Xanım Zeynəbin doğrudan da qeyrəti, şücaəti, ələlxüsus bu günlər elə xanım Zeynəbin o müsibət günləri elə xatirələrimdə, zehnimdə fırlanır, qəmlənirəm həqiqətən. Bir bacının məhəbbəti qardaşa o qədər məhəbbət olsun və onun gözünün qabağında onun qardaşın faciəli bir şəkildə qətlə yetirsinlər. Bu nə qədər ağırdır, onu biz dərk eləyə bilmərik, amma müəyyən qədər gözümüzün qabağında canlandıra bilirik. Bir qəsidə var, istərdim. Çox xoş olar inşallah, zəhmət olmasın. Tam rahat oxuya bilməsəm də, yadımda qalanı inşallah oxuyaram. İnşallah. Zeynəb Zəhra qızıdır, Seyyid Bətha qızıdır, Adəm و Həvva qızıdır, Hacər و Sara qızıdır, Məryəm Əzra qızıdır, İsmət Kübra qızıdır, Yasin Taha qızıdır, Ümmü Əbiha qızıdır, Fəxridə Ummu Əbəba, Zeynəbə bax, Zeynəbə bax. Zeynəb layiq yaranıb, bəhri əlayiq yaranıb, qardaşa aşiq yaranıb, eşqidə sadiq yaranıb, adı Əlinin adına Zeybu yaraşiq yaranıb, düşmənə fayiq yaranıb, şiiyə layiq yaranıb, qəlbi yaralı yaranıb, başı qaralı yaranıb, şairə bax, mətləbə bax, Zeynəbə bax, Zeynəbə bax. Sən, Allah sizdən razı olsun. Allah köməyiniz olsun. Çox sağ olun. Allah çox... Bilmirəm nə qədər oxuya bildim, oxuya bilmədim. Doğrudan çox yenilik oldu. 2005-2004-cü illərdə Mənimki çox xoşum gəldi, inşallah ümidvaram. Allah qəbul eləsin. İzləyicilərimizin də. Ümid edirəm Zeynəb xanımın qəlbi şad olar bizdən inşallah. Allah hamımızdan qəbul eləsin inşallah. Salam olsun o Yahyaya ki, onun başın qatili bir xəncər zərbəsi ilə kəsdi. Salam olsun xanım Zəhranın Yahyasına ki, qatili onun başın 12 qılınc zərbəsi ilə arxadan kəsdi. Əziz izləyicilərimiz, biz sözü veririk Afiq Məmməd Tağıyev qardaşımıza. İnşallah bir mərsiyə ilə sizlərin xidmətində olacaq. Buyur əzizim. Zəhra balası bir kəfən çöllərdə qaldı. Zəhra balası bir kəfən çöllərdə qaldı. Başı bədəndən ayrılıb əllərdə qaldı. Başı bədəndən ayrılıb əllərdə qaldı. Bu dərdə tab etmir ürək, məzlum Hüseynə, tənha Hüseynə.
Məzlum Hüseynə, tənha Hüseynə. Haccetin eylibdir tamam, düşmən də bilsin. Bir kimsə yoxdurmu məgər imdada gəlsin. Haccetin eylibdir tamam, düşmən də bilsin. Bir kimsə yoxdurmu məgər imdada gəlsin. Səccad deyir bibi can gedim, var taqətim imdad edim. Məzlum Hüseynə, tənha Hüseynə. Məzlum Hüseynə, tənha Hüseynə. Zeynəb görüb qardaşını Əfğana gəldi. Zeynəb görüb qardaşını Əfğana gəldi. Təlli üstündən yalın ayaq meydana gəldi. Təlli üstündən yalın ayaq meydana gəldi. Öpdü boğazın nagahan, səsləndi ay qardaş oyan. Məzlum Hüseynim, tənha Hüseynim. Məzlum Hüseynim, tənha Hüseynim. Bunun bir bəndi də var, İmam Zaman Ağadandır. Hər zaman ki biz İmam Hüseyni yada salırıq və biz görürük ki, o dövrün məzlum imamı İmam Hüseyn idi və bizim də dövrümüzün öz imamı var və biz də onu daim yad eləməliyik və onu heç zaman yaddan çıxarmamalıyıq. Məhdi qurar məclis əza, heysinə dağlar. Məhdi qurar məclis əza, heysinə dağlar. Məhdi qurar məclis əza, heysinə dağlar. Şahım Hüseynin yasına aşiqlər ağlar. Şahım Hüseynin yasına aşiqlər ağlar. Göydən gələr ahı fəğan, ağlar deyər sahib zaman. Məzlum Hüseynim, tənha Hüseynim. Məzlum Hüseynim, tənha Hüseynim. Çox Sən nəfəs və bərəkət inşallah. Allah nəfəs və bərəkət versin. Allah ömür və bərəkət versin. Allah daima Quran, Əhl-i Beyt yolunda qərar versin sizləri. Salam olsun o Yahyaya
ki, başın kəsdilər, bədəni salamat qaldı. Amma salam olsun xanım Zəhranın Yəhyasına, başın kəsəndən sonra mübarək bədənin atlar ayağı altında tapdaladılar. Əziz izləyicilərimiz, bununla da verilişimizin sonuna yaxınlaşdıq və istədik siz əziz izləyicilərimizin maarifləndirməsi ki, İmam Hüseyn əleyhissalamın Kərbəlasının Quranla əlaqəsini sizlərə çatdırmış olaq. Ümidvarıq ki, sizlərin layiqli şəkildə xidmətinizdə dura bildik. Allahdan istəyirik, Allah bizi dünya və axirət Quran və Əhl-i Beyt yolunda sabit qədəmlərdən etsin. Allah gözlərimizi yalnız Allah qorxusu üçün və Əhl-i Beyt matəminə ağlatsın, qiyamət günü gözlərimiz ağlamasın. Çox sağ olun, Allah amanında gələn verilişlərə dək.